satışını etdiyim ən ideal döyməc resepti verirəm. Demək, alçanı doğrayırıq. Alça mütləq biraz yetişmiş olmalıdır. Kal alçadan döyməc olmur. Vişnənin tumunu çıxardırıq. Sarımsağı xırda doğrayırıq. Reyhan, şüyüd, duz və şəkər tozu. Miqdarları videonun alt bölümündə qeyd edəcəm. Qəşəng qarışdırırıq. Mütləq belə əzmədən qarışdırırıq və gözləyirik ki, bütün meyvələr öz sokunu çıxartsın. Öz sokudur. Baxın, heç bir su falan əlavə olunmur. Qəşəng öz sokunu çıxartdıqdan sonra vişnənin öz suyunda bankalara yığırıq. Tam belə kip yığmaq olmaz, amma artıq yer qalmamalıdır da bankanın içində. Öz suyunu da yığırıq. Başından bir barmaq aşağı ki, onsuz da bişəndə soku çıxacaq, biraz da dağılmasın. Qapaqlarını yüngül bağlayırıq. Soyuq suda bankanın başından bir barmaq aşağıya qədər su əlavə edib gür xodda qoyuruq bişməyə. O ki, gördünüz ki, pıqqa qaynayır. Ondan sonra dəqiqəni 15 dəqiqəyə qoyursunuz. 15 dəqiqədən sonra qazı söndürürsünüz. Ağızlarını qəşəng kip bağlayıb üzü aşağı yığırsınız. Uqsuz qətiyyən vurmuram. Çünki mən satış üçün edirəm bunu. Kim də istəsə direktə yazsın, satış üçün edirik. Və bu isə keçən ildən qalan döyməcimdir. Baxın, möhtəşəmdir. Ət yeməklərinə çox gözəl yaraşır. Müsibət bir dadı var. Əsl zakskadır desəm yalan olmaz. Hazırlayın. Hazırlaya bilməyənlər də sifariş verə bilərsiniz.